Süd vəzisində estetik və onkoplastik əməliyyatların fərqini izah edəcəm. Baxın, bu süd vəzisində heç bir problem yoxdur və estetik cərrah istədiyi ayaqçıqla, istər aşağı, istər medial, istər lateral ayaqçıqla bu süd vəzini kiçildə bilər. Amma tutalım ki, süd vəzinin medialında bir düyün var və biz onkoplastik cərrahlar demək ki, bu ayaqçıqdan istifadə edə bilməyəcək və başqa bir variant seçməyə məcbur oluruq. Bəzən isə olur ki, biz düşünürük ki, təxminən 5 cm-lik bir kütlə çıxardacağıq. Amma əməliyyat zamanı məcbur oluruq 7 cm-lik kütlə çıxartmağa. Və bu zaman təbii ki, əks süd vəzində ona uyğun daha çox çıxartmalı oluruq və əməliyyatdan sonra süd vəzisi düşündüyümüzdən bir qədər balaca alına bilir. Odur ki, əziz xanımlar, onkoplastik əməliyyatları estetik əməliyyatlarla qarışıq salmayaq. Təbii ki, biz cərrahlar sizə istədiyiniz formanı verməyə çalışacağıq. Amma əgər sağlamlığınız imkan verirsə.